Hər vaxtınız xeyir olsun YouTube kanalımın izləyiciləri. Bugün sizə keyfiyyətli, bahalı materiallardan tikilmiş kupçalı həyət evlərini təqdim edirəm əziz dostlar. Evimizin məhəlləsinin 2 dənə girişi var. Biri bu gördüyünüz hissədəndir. Biri isə, baxın dostlar, bax o hissədəndir. Mərkəzi kanalizasiya. Hər bir şey var. Ən hündür yerdə, ən gözəl yerdə dostlar. Burada satışda bizdə 10 dənə həyət evidir. 10 dənə həyət evidir. Qiymətləri də ki, sonda deyəcəm dostlar. Kamera sistemlərinə kimi var. Baxın. Çox gözəl yerdə yerləşir. Bir dənə bu üçücdən də göstərim sizə. Hər bir şeyi aydın şəkildə görəsiniz. Baxın. Baxın. Belə bir evlərdir. Kanalizasiyalarındakı lükları demək olar ki, bir 5-6 metrdən bir qoyulub məhəllənin ortasına. Burada köçənlər də, bura köçənlər də hər ikisi, yəni qonşular öz maşınlarını rahatlıqla heç həyətə salmaya da bilərlər. Çünki məhəllə genişdir. Bu tərəfdə qalanlar burada, bu tərəfdə qalanlar burada, ortadakı gedib gəlmək üçün. Yəni rahat məhəllədir. Qaz turbalarına kimi hamısı, əziz dostlar, səliqəli. Səliqəli iş görülüb. Bax dostlar, bu evlərdə. Baxın, burada da addım başı hamısı kanalizasiyanın lüklarıdır. Qapıya kimi də asfalt yoldur. Baxın, buradan da göstərim sizə. Görürsünüz. Süper məhəllədir. Evlərdən birinə girəcəm. Göstərəcəm sizə ətraflı. Bax dostlar, sudur, işıqdır, qazdır. Bunlar daimidir, kəsilmək söhbəti yoxdur. Sənədləri yenə deyirəm. Xüsusi mülkiyyət fərdi yaşayışdır. Yəni kupçadır, təyinatlardakı xüsusi mülkiyyət fərdi yaşayış evlərdir. Ya Allah. Baxın əziz dostlar. Baxın, evimiz bax. Belədir. Balkonludur, yerdən kürsülüdür, qoşadaşdan tikilir. Evin arxasına keçmək üçün də sol tərəfdən yer saxlanılıb, kamera sistemləri hamısı yerində. 0.5-ə atım rahat belə baxın. 2 sot torpağın içində tikilib əziz dostlar. Bax, tumbaları görürsünüz. Bunlar hamısı tumbadır, yəni renk kraska deyil, tumbadır. Podvalına 2 yerdən keçmək olur, böyük balkonu var. Balkondan mətbəxə, mətbəxdən balkona 1, 2, 3, 4, 5, 6, 8, 9, 10. 10 daş kürsüdə. Baxın dostlar, burada balkonu. Balkondan da ki mətbəxə keçmək olur. Əziz dostlar. Baxın, buradan da sizə bir dənə göstərim. Görürsünüz, səliqəli, gözəl yerdir. Baxın, bura evimizin koridorudur. Yer laminatdır, ağ laminatdır, ağ boylar, ağ qapılar. Hamam tualeti sizə göstərim. Hamam tualeti yerində. Aksesuarları yəni yerindədir. Burada bir yataq otağı. Bu ikinci yataq otağı. Bura zal. Və mətbəx. Bax belə evimiz yerləşir, evlərimiz yerləşir dostlar Savalanda,
Sabahın gözəl yerində 3 otaqlı evlərdir. Qiymətlər 90-95 min arasıdır. Nəyə görə belə fərq var? Torpaqlarında. Bax, bu gördüyünüz ev 90 mindir, 2 sotdadır. Amma 2 sot yarımda olan evlərimiz var. Yəni burada tinlərdə. Bir o tində, bir bu tində. Bunların həyəti böyükdür. 2 sot yarımda. O da eləyir 95 min. Hər tərəfli yəni endirim olunacaq dostlar. Kim özünə keyfiyyətli ev istəyirsə əlaqə saxlasın. Sağ olun, salamat qalın.